Salam dəyərli izləyicilər, bu videoda Demin yeni test toplusunda hərəkət oxşarlıq bölməsində verilmiş sonuncu suala oxşar bir sualın həllinə baxacaq. Sual belədir. Şəkildə bizə ABC üçbucağı verilmişdir. AD tən bölən, ASB bərabər alfa, ABC bucağı bərabər 2 alfa, AC bərabər 5 vahid, BD bərabər 2 vahid olarsa, verilənlərə görə AB neçə vahiddir? Məsələni sadə yolla həll etmək üçün İlk olaraq deməli A təpəsindən BC tərəfinin sol tərəfdən uzantısı ilə eyni bir alfa bucağı əmələ gətirən düzxət parçası çəkirik. Həmin parçanı AM qeyd edək. Əgər A, MB alfaya bərabər olsa, onda MAC üçbucağı bərabər yanlı olur. Deməli, AM də 5-ə bərabərdir. Və xarici bucağın xassəsinə görə üçbucaq BMA-da 2 alfa özünə qonşu olmayan 2 daxili bucağın cəmi olduğundan bucaq MAB-yə 2 alfa çıxılsın alfa, yəni alfa yaza bilərik. Onda üçbucaq MBA bərabər yanlı üçbucaq olur ki, deməli MB tərəfi ilə BA tərəfi bir-birinə bərabər olmalıdır. MB-yə də x yaza bilərik. Digər tərəfdən şərtdə verilibdir ki, AD tən böləndir. Tən bölən olduğu üçün bucaq BAD və bucaq DAC bir-birinə bərabərdir. Üçbucaq ADC-dən xarici bucağın xassəsinə görə deyə bilərik ki, bucaq BDA alfa üstəgəl betaya bərabərdir. Artıq biz görürük ki, üçbucaq MAD-də AD tərəfinə biçik bucaqların hər ikisi alfa üstəgəl betaya bərabərdir. Onda belə çıxır ki, bu üç bucaq bərabər yanlıdır. Yəni, MA tərəfi ilə MD tərəfləri bir-birinə bərabərdir. Onda deyə bilərik ki, MD tərəfinin uzunluğu elə 5-dir. Yəni, x üstəgəl 2 bərabərdir 5. Buradan isə 5 çıxılsın ki, cavabımız olacaqdır 3.